Bəhramın iki şir arasından tac götürməsi. Səhər qızıl taclı, sabah xeyli şən, bir taxt yaratmışdı fil sümüyündən. Rey deyən, iş görən qolu güclülər, amirlər, hakimlər, kimdə var hünər? Ərəblər, əcəmlər hey atlandılar, şirlər meydanına qanadlandılar. Şirbanlar gətirdi şirləri gəldi, açıb buraxdılar, meydan düzəldi. Qızğın həmlə etdi şir üstünə şir, qazılırdı sanki Bəhrama qəbir. Şirlər arasına o şir saxlayan gətirib tac qoydu tamam qızıldan. Arasında o tac qara şirlərin, bir aydı ağzında iki əjdərin. Teştin səsi ilə ay buluddan çıxar. Boş deyil bu teştin, qılıncı da var. Kinli şirlər dönüb, qızğın əjdərə, döyüb quyruğunu qəzəblə yerə. Sanki deyirdilər, kim qarət eylər? Əjdərdən tac alar, şücayət eylər. Dəmir ciyərlidən yox xəbərləri ki, şiri ovlayar, vurar əjdəri. İki ox mənzili cürət etmədi, kimsə o şirlərə yaxın getmədi. Dedilər, edilsin bu şərtə əməl, şirlərə yönəlsin Bəhram ilk əvvəl. Şirdən alsa tacı, şah olsun Bəhram. Onundur səltənət, bir də qızılcam. Güvənməsə əgər Bəhram baxtına, əlvida eyləsin İran taxtına. Sanma şah qərardan imtina etdi. Şirlərin üstünə yönəldi, getdi. Bəhramın əli ilə hər dağ, hər dərə məzar kəsilmişdi azğın şirlərə. Bitirib 22 yaşını 100 şirin bədəndən üzmüş başını. Belə qalib çıxan 100 aslana 2 şir əlində batarmı qana? Bəhram ətəyini sancdı belinə, həmlə etdi dönüb sabah yelinə. Nərəsi şirlərə vəlvələ saldı, onların əlindən tac vurub aldı. Şirlər gördü şahın məharətini, onun şirliyini, cəsarətini. O bıçaq pəncəli qızğın aslanlar, dişləri qılıncdan qoç pəhləvanlar. Vəhşi hücum çəkdi o tacdara, dünya fatihini salmaq üçün dara. Bəhramdan aslanlar yaxşı dərs aldı, baş-başa çırparaq ayağa saldı. Pəncələr qırdı şah, diş əzdi tamam, tacını, başını qurtardı Bəhram. Qoydu öz başına tacı bəxtiyar, oldu görün ona necə bəxtiyar. O qalib çıxdı o azğın şirlərə, saldı tülküləri taxtdan yerə.